Qadının qadın olmaqdan utandığı bir dövrə gəlmişik. Qadın daha evinin yeməyini pişirib süfrəsini yığmaq istəmir. Səhər qalxdıqda evini başqa bir qadına tapşırıb çıxmaq istəyir. Evinin qadınlığını artıq başqa bir qadına həvalə edir. Qısqanclığının əsiri olan bu qadın artıq evini qısqanmamağa başlayıb. Qadınlıq əksiklik görünür ona indi. Qadın olmağı pulla başqa bir qadına etdirir. Uşağına verəcəyi südü də sağıb başqa qadına tapşırır övladının qarnının doymasını. Kişi kimi kostyum geyinməyə başlayıb. Fikir verin, uğurlu qadınlar haqqında jurnallarda uğurlu qadınları kişi kostyumunda fotosesiya eləyən görürük. Qadının uğurlu olmağı kişiyə nə qədər çox bənzəməyi ilə ölçülməyə başlayıb. Özünü kişi ilə bərabər tutan qadın nədənsə zirvəyə kişiyə bənzədiyi halıyla çatacağına inanır. Kişiyə baxıb onun kimi şeir yazmağa, onun kimi təkər düzəltməyə, başçılıq etməyə can atır. Əgər kişi qadından doğrudan da üstün deyildisə, qadın niyə irəli gedilən yolda mütləq kişiyə rast gələcəyinə inanıb? Qadın özünə məxsus olan bütün vəzifələri alçaqlıq və geridə qalmışlıq zənn edir. Ruhunun zərifliyini zəiflik kimi görməyə başlayıb. Soruşsan, bizi kişilər belə etdi deyəcək. Çünki elə əvvəldən də özünə ancaq kişiyə görə bir ölçü verir qadın. Və unudub ki, qadının cəmiyyətdə uğurlu olması qadın kimi yaşayaraq uğurlu ola bilməsindən mümkündür. Kişiləşəcəksə, kişilik dəbdə olacaq hər zaman. Qısacası, qadın kimi yaşamağa gerilik zənn etdikcə qabağa həmişə kişilər gedəcək. Hərçənd qurdu var, çaqqalı var. Bu elə qabaqda kişilər getsin. Qadının da irəlidə ola bilməsi üçün o qadınlığını tərk etməməlidir. Yoxsa ha kişilər, ha kişilik qadının qadın olmaq istəmədiyi bir dövrə gəldik. Bu dəfə də onlar yox, biz məhv edirik özümüzü.